Ay bala, mən yaşıma nə oldu? Ay Allah, mən özümə nifrət edirəm bu yaş deyəndə. Utan, öl də, vay ölüm, utanım. Ah, utandım, öldüm, yerə girdim, öldüm. Yaxşı edirsiz, sağ olun. Tək qalmaz Ceylan. Estağfurullah, dostlar, faytonla gedəcəm, getdiyirlər, həqiqi faytonla gedəcəm. Allah qoy, salam, axşamı xeyir. Doğru xəbərdir Esmira xanım, mən yalan xəbər heç vaxt demərəm canım. Elə bir ki, gəlin paltarı giyinəcəm Aynurla, 21-i ad günümdür. Verilişdən gəlin paltarı ilə fayton gələcək, fayton məni bütün Bakının o küçələrini, içəri şəhəri, çəkilişlə məni gəzdirəcək. Yanımda yəqin ki, müəllimə gərəkdiyim Ceylan da qoysun yanıma, onsuz olmaz. Yox, yox, Ceylanla geçsəm yarımçıq qaydaram oradan, istəmədim, yox. Pərvanə gülür. Ondan sonra sizə yaras. Bilsiz kimi oxşayır Cevdetə, vatanım sənsin. Baxmısınız kinoya, vatanım sənsin. Orada Cevdet var ha, Cevdet. Eyni onun o yaşıl gözləri, o gözəl gözləri, o hündür boyu. Təsəvvür edirsiniz, Cevdet. Əla, Cevdet oxşayır, hə. Utanmırsan, niye utandım? Nağardım utanım. Neyin? Super Nəzakət xanım yazır. Bəh-bəh yazır Sarı, canım, Cevdetə oxşayır doçunu. İnanın ki, belə o görən kimi dedim, bu hardan gəldi, çıxdı? Necə sevinir? Hə, çox sevincliyəm. Yaman sevincliyəm, dostlar. Heç hənanın yeridir. Faytonda soyuq olacaq sizə. Yox, yox. Yox, faytonla gedəcəm. Fayton gələcək, sevimli atelinin qabağına, mən də gəlinliklə, libasımla, çubuğumla, sehirli çubuğumla gedəcəm. Ayıb. Niyə ayıb olur? Nigardan ayıbdır. Nigarı razı salacaqlar, siz narahat olmayın. Mehriban xanım da var, Kübra xanım da var, müəllim də var. Bizim Ləhsən hamısı qızları razı salasıdırlar, siz narahat olmayın. İnşallah. Esi oradan gedirsən. Esin yalan danışan görübsən, ay gül dəstə, gül dəstə. Rəşad yazır, utanmır. Ay bala, nağarmışam utanım, neyinəmişəm? Heç o nizakonlu şeylərə siz demədiniz, utanmırsan, belə daşqalaq eləmədiniz. İndi nə var, Esxalaya bir dənə talib çıxıbdı deyə, özünüzü burada öldürürsünüz, pər vurmaq istəyirsiniz mənə. O qədər bədliyinizi bəzi adamlar bura üstümə tökəcəksiniz, pər vuracaqsınız. Xoşbəxtliyimi əlimdən alırsınız. Niyə gülürsən, nə olub? Bəzi paxıllar mənə xoşbəxtliyimi əlimdən almaq istəyirlər. Bəzi paxıllar. Kimdir bu? Sağ olun, təşəkkür edirəm hədiyyə üçün, canım mənim. Nəbiyev, çox sağ ol. Hər bir xanım əlbəttə arzusudur, xoşbəxt olmaz. Pis olar, Esxala gedər ölkələri gəzər. Esxalanın, nətər deyim, yanında bir centlemen, bir gözəl, göyçək insan olar. Esxalaya dayaq olar. Ay Allah, malum. Paxıl. Sən yaman paxıllıq edirsən, Nigar. Bəzilərini tayızam. Vallahi. Təbriklər xanım, sağ olun, canım mənim. Bax, nə qədər yaxşı insanlar var, düzdür yazırlar. Paxıldılar, pər vururlar, bunlar mənə. Ani xanım, bərəkallah, siz də belə. Eybi yox.
Paxıllıqlarından elirlər. Lalə xanım valla gözləri götürmür bəzilərinin. Təbrik edirəm. Sağ olun, sağ olun. Kimi oxşayır? Cevdetə oxşayır, Cevdetə. Cevdet'in Vatanım Sensin. Türk kinosu dizisi var ha. Can yazır Lalə xanım. Hə, Cevdet. Mən o aktyoru o qədər çox sevmişəm ki, dostlar, həqiqətən. Rastıma da onu oxşayan çıxdı. Təbrik edirik, sağ olun. Siz mənim zövqümü bilirsiniz, əziz dostlar. Siz bilirsiniz ki, Esxalar hər, nətər deyim, hər şeylərinə könül verməz, gönül verməz. Utandım, bax, vay. Təbrik edirik Esmirə xanım, sağ olun canım mənim. Salam bacı, salam, necəsiz? Yaxşı olun. Ay bala, nə zarafatı, Allah. Ay bala, hamıya adət mənə bədayətdir, nə olub axı? Əstağfurullah. Bir şeydən bezdi xeyr daha. Diye dur, bezli sən get o yana, xayışım. Bir padnosa qoy onu, apar get orada ye. Paxıl. Nə paxıllığını çəkirəm ki? Olmayan bir şey nə paxıllıq? Təbriklər. Mən iş yoldaşlarım deyərək. Deyir, iş yoldaşlarından utanıram bu, Nigar deyir. İş yoldaşlarının ərə getməyib. Zərafətdir, zərafət. Qız kurusu qalır. Allah. Salam gözəl ana, salam, salam. 83. Karlı xanım düz deyil. Selim, hə? Ay, ay, ay. 000 gülür. Düz deyil qız. Nigar düz deyil. Estağfurullah. Xoşbəxtlik. Bu yaşıma çatıb ancaq dedim xoşbəxt demişkən xoşbəxtlik axtardım. Ancaq bəxtlik gördüm. Qoyun indi xoşbəxt olaq da. Bəlkə 5 il var ömrümə mənim. Razıyam, get, xoşbəxt ol. Belə nə deyim, hə? Sən razı oldun, olmadın. Heç fərq eləmir. Əsas Nərgiz razıdır, böyük qızım razıdır. Çox sağ ol, var. Allah Allah, bu yaşdan sonra alınmaz. Niyə? Heç kimə baxma, get. Ay Musa. Başda, ay Musa. Nigar. Sarı küçük eşxanım. Bakıda, bəli, Bakıda. Xoşbəxt ol, can. O qədər xoşbəxtlik arzulayan var burada. Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçılarından olan Esmirə xanım ailə həyatı qurmağa hazırlaşır. Esmirə xanım canlı yayımda bildirib ki, ayın 21-i doğum günündə onun toyu olacaq. O faytonla şəhərdə gəzəcəyini və gəlin gedəcəyini bildirib. Həmin görüntüləri təqdim edirik.